ki, imtahanda istifadə olunubdur. Hal-hazırda bizim saytımızda tam demək, cavab və o cavaba aid olan hansı mənbədə bu məlumat var, hansı kurikulumun hansı standartına uyğundur, qeyd olunubdur. Mən məsləhət görərdim ki, həmin o səhifəni açıb o cavabları oxusunlar. Ondan sonra hansısa bir problem varsa bizə müraciət edə bilərlər. Amma hal-hazırda 3 ekspertizadan sonra mənə verilən məlumata görə bu ilki imtahanda, demək bu ayın 25-də olan imtahanda elə bir səhv şablonda heç bir səhv aşkar olunmayıbdır. Təbii ki, müəyyən tarix müəllimləri hansısa faktları ayrıca yazırlar və onu da mən deyim ki, tarix fənni çox mürəkkəb bir fəndir və biz bu fəndə olan sualların həmişə çox dəqiq və ciddi ekspertizasını keçiririk. Və burada biz problem görmürük, biz hazırıq bu müzakirələrə, amma elmi müstəvidə. Elə belə hansı suallar səhvdir, konkret sual, hər bir sualla əlaqədar biz artıq bu yazını imtahan gününün axşamında biz elan etmişdik. Heç olmasa onu oxumaq lazım.